Bismillahirrahmanirrahim. İnnelhamdülillahi nahmeduhu ve nesta'inuhu ve nestağfiruhu ve na'udzu billahi min şururi enfusina ve min seyyiati a'malina. Men yehdihillahu fela mudille lehu ve men yudlil fela hadiye lehu ve eşhedü en la ilahe illallah vahdehu la şerike lehu ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Bugünkü dersimiz Allah'ın izniyle usul-ü sünne li Ebi Abdillah Muhammed ibn Abi Zemenin rahimehullah'ın ehl-i sünne vel cemaanın etiqadi əsas məsələlərindən bəhs edir. Burada qalmışdıq ki, keçən dərsimizdə فَاِنَّ الدُّخُولَ الْاَعْمَلِ fil iman. Qəlb əməlləri də imana daxil olur. Belə deyək, əgər qəlb əməlləri imana daxil olursa və bədən üzvlərinin, bədən əməllərinin imana daxil olması daha üstündür, deyir də. Əzaların, əməllərinin imana daxil olması daha üstündür deyə vurğulanır. Və zəhəbədir cəhmiyyəti ilə ənəl imanə. Heç başqa bir firqələr var ki, bu iman barəsində müəyyən bir təfsilatlar vermişlər. Onlardan birisi cəhmiyyələr. Deyək ki, o cəhmiyyələr iman məsələsində deyirlər ki, mücərradul ma'rifəti bil qalbi faqat. Onlar deyir ki, sadəcə qəlblə bilinməsi bəs edər. Qəlblə bilinməsi imanın təsdiqinə bəs edər. Və inlə mütəkəllim bil lisanə, dili ilə danışmasa, dili ilə o imanı söyləməsə belə, yəni qəlbi ilə onu etiqad bilməsi ma'rifə bəs edir. Və qad ənkərə zəlika aleyhim əimmətil İslam və İslam alimləri bunların hamısı bunu inkar etmişlərdir ki, belə bir şey ola bilməz. Hətta kəffara mən qalbi hədəl qavl və alimlərdən elə olmuş ki, bu sözü deyən kimsələri təkfir etmişlərdir. Onları kafir adlandırmışlardır, deyən kimsələr də vardır ki, yəni iman təkcə qəlbdədir. Yəni qəlblə etiqad bilməyin, səni imana, İslam'a daxil edir deyən kimsələr vardır və bu kimsələri də alimlərdən bəziləri təkfir etmişlərdir. Onlardan misal üçün Vaki ibn Cərrah, Əhməd ibn Həmbəl və qeyruhumə və onlardan başqa, o ikisindən başqası. Və həmcə və zəhəbədir kərramiyə ilə ənəl imanə, kərramilər var. Kərramilər, bu da həmçinin Muhammed ibn Kərram, bu kimsəyə nisbət olunan bir firqədir. Muhammed ibn Kərram, bu da Sicistani. Bu da kərramiyə bir firqədir ki, bu da həmçinin Muhammed ibn Kərrama nisbət olunur dedik. Bu da böyük bir belə bir sözləri ilə məşhur olmuşdur ki, İştəharat bi qavlihə bi ənə Allah cismun kəhləl əcsəm. Allah Teala, yəni cisimlər kimi olmasa da Allah Teala bir cisimdir deyir. Allah Teala cisimlər kimi olmasa bir cisimdir. Yəni əhl-i sünnə vəl cəmaə Allah Teala'ya belə sarahətən, belə açıq-aydın heç vaxt cisimdir deməyiblər. Və bunun da bu sözü əhl-i sünnə vəl cəmaə müxalif olan sözlərdəndir. Və bu deyərdi ki, ennel imanə huvə tasdiqu bil lisan və ennel münafiq mu'minun fi dünya muxalladun finnari fil axirə. Deyir ki, iman yalnız dili ilə təsdiq etməkdir və həmçinin münafiq də bu dünyada onunla mömin kimi müamilə olunur, lakin o axirətdə əbədi cəhənnəmdədir. Aydın, çünki münafiqlər də imanın dillə söyləyirlər. Lakin onların qəlblərinə iman daxil olmamış. Bu kərramilər də bu cəhmiyyələrin əksidir. Onlar deyir ki, qəlb ma'rifə, lakin bu kərramiyyələr deyirlər ki, iman dillə söyləməyin səni imana daxil edir. Və həmçinin bunlar bu etiqadla münafiqləri imana daxil edirlər. Bu dünyada mömin də axirətdə əbədi cəhənnəmdə deyirlər. Bu da yanlış bir firqədir, kərramiyyələr. Buna nisbətun Muhammed ibn Kərrama Əl-Sicistani. Qala Şeyxülislam ibn Teymiyyə və kərramiyyədir qavluhum fil iman qavlu munkar. Şeyxülislam ibn Teymiyyə deyir ki, kərramiyyələrin iman barəsində dediyi söz münkar sözdür. Qəbul olunacaq bir məcəl yoxdur onda. Rədd olunması bir sözdür. Ləm yesbiqu ileyhi əhədin və bunların bu sözünə əvvəlki sələflər, nə peyğəmbərin, nə sahabədən, nə təbiindən, nə əsbə tabilərdən bunun sözünü qüvvətləndirəcək bir kimsən sözü olmamışdır. Bunun üçün bunun sözü nədir? Kərramiyyələrin sözü rəddir. Bildiniz də, Əl-Cəhmiyyələr deyir ki, iman qəlbdə bilməkdir. Kərramiyyələr deyir ki, yox, dillə deməsi insanı İslam'a daxil edir. Hətta münafiqlərlə möminlərdir. Bu dünyada hökmü verirlər. Mömində axirəti isə əbədi cəhənnəmdir. Belə bir şey, yəni əhl-i sünnə vəl cəmaədən deyən bir kimsə olmayıb. Və bu etibarla onların bu sözü nədir? Yanlışdır. Bu etibarla bunların sözü yanlışdır. Haythu ca'alul imanə qavlel lisan. Onlar nə edirlər? İmanı söz, dilin sözü, yəni sözlə söyləmək. Qəlbdə onun təsdiqi olmasa yəni qəlbdə onun təsdiqi yoxdursa, aydın sirk qəlblə demirsənsə, dili ilə söyləyirsənsə,
o səni İslam'a daxil edir. Və bunlarla da o Şeyxülislam İbn Teymiyə bununla da onlar münafiqləri İslam'a, imana daxil edirlər. Qəribə. Buna baxmayaraq bu dünyada müsəlman, bu dünyada mömindir. Lakin fil axirə muxalladun finnar. Axirətdə əbədi cəhənnəmdədir. Qəribə. Fəxalaful cemaate fil isim dunal hükm. Onlar dedi ki, əhl-i sünnə və cemaate hökmdə yox, adda müxalif oldular. Və zəhabətil murciyyəti min fuqaha. Bildik el-cehmiyyə, el-kərramiyyə və el-murciyyətil fuqaha. Murciyyətil fuqaha deyildikdə burada müəyyən bir alimlər var. Onları adlarını zikr edək. Deyək ki, murciyyətil fuqaha deyildikdə onların içərisində belə 8 dənə ən məşhur alimlərdən var. 8 dənə murciələrin ən məşhuru fuqaha-ul murciə deyirlər. Çünki murciələr 24 və daha və ya da az firqəyə bölünüblər. Onların da bəziləri həddini artmış. Gulatul murciə, bir də var fuqaha-ul murciə, bir də var mütəvassit, bir də var aşağı səviyyədə olan murciələr. Belə fuqaha-ul murciə deyildikdə nə üçün onlara deyirlər ki, fuqaha-ul murciə deyirlər, onu da deyəcək. Məsələn, onlardan birisi Zər ibn Abdillahil Murhibi Həmədani. Hicri təqvimi 100-cü ildə dünyasını dəyişmiş. Həm İbrahim ibn Yezid ibn Şərik Teymi və həmçinin Hicri təqviminin 92-94-cü illərdə dünyasını dəyişmiş. Həmçinin Darq ibn Habibil Anazi, bu da həmçinin Hicri təqviminin 90-100 illəri arasında dünyasını dəyişmiş. Və həmçində Həmmad ibn Əbi Süleyman, bu da həmçinin Hicri təqvimi 120-ci ilində dünyasını dəyişmiş. Həmçinin Umar ibn Qeysil Əl-Masir ibn Əbi Muslim Mevla Thaqif, bu da həmçinin Hicri 120-ci ilində dünyasını dəyişmiş. Salim ibn Aclanil Əftas Mevla Muhammed ibn Mirvanil Əmavi, bu da həmçinin Hicri 132-ci ildə dünyasını dəyişmiş. Əbu Hanifə Nu'man ibn Thabit Hicri 150-ci ildə dünyasını dəyişmiş. Əbu Nu'man ibn Thabit, Əbu Hanifə. Həmçində Şəbəbə ibn Səvvar Əl-Mədaini, bu da həmçinin Hicri 205-ci dünyada dəyişmiş bir kimsələrdəndir. Və axırıncısında, bu axırıncı Şəbəbə, o barəsə qal Əbu Zur'a, yəni rəca'an irca, yəni ircadan qayıtdığı deyə Mizan-ı İ'tidal Liz-Zəhbi kitabına vurğulanır. Nə üçün bunları fuqahal murciə deyirlər? Və summu murciətil fuqaha, nə üçün buna deyilir, fuqahal murciə deyirlər? Liənnəhu min fuqa əhl-i sünnə vəl-cəmaə. Onlar, bu alimlər hamısı əhl-i sünnə vəl-cəmaanın fəqihlərindən sayılır. Yəni, möhtəbər alimlərindən sayılır. Liənnəhum vəqa'u fi şeyin minəl irca. Çünki bunlar ircadan, murciəlikdən müəyyən bir şeyə, müəyyən bir, deyək ki, murciəliyin müəyyən bir vəsfinə, müəyyən bir qoluna düşmüşlər. Və hum təxiril əməl müsəmmil iman. Onlar da imanı, əməli imandan gecikdirirlər. İman səviyyəsindən, deyək ki, iman adından gecikdirirlər. Bid'atuhum leysət kəbirətin lakinnəhə, deyək ki, onların bu bidəti, irca bidəti, bu fuqahalar tərəfindən olan, deyək ki, onların yəni böyük bir bidətdir, lakin yəni başlanğıc olaraqdan, belə özlər tərəfindən, qaynaq olaraqdan, mənşə olaraqdan deyir ki, belə böyük pis bidət adlanır. Murciətul fuqaha yarawna ennel a'malə vacibətun. Gulatul murciələr, bunlar arasında fərqi odur ki, fuqahal murciələr, bunlar deyirlər ki, fuqahal murciə yarawna ennel a'malə vacibətun. Yəni iman gətirmək üçün söz, əməl vacibdir. Yəni iman gətirmək üçün iman nədir? Dillə söyləməyindir. Bunu deyirlər. Amma ki, əməli imana daxil etmirlər. Fuqahal murciə imanı əmələ daxil etmirlər. Yəni, imanı əməldən saymırlar. Aydındır. Lakin bununla yanaşı başqalarına müxalif olmaqla, yəni başqalarına əks olaraqdan fuqahal murciə deyirlər ki, insan əgər əməl etmirsə, əməli tərk edirsə və buna görə, bu tərkinə görə Allah Təala tərəfindən əzab və ya da ki, təhdid olunur. Əzab görəcək. Amma ki, gulatul murciə bunu demirlər. Əgər sən iman gətirdinsə, imanla yanaşı küfür ona heç bir zərər vermir. Aydındır. Həmçinin onlar da görürlər, imanda istisnanın səhih icazələri görmürlər. Məsələn, bizdə əhl-i sünnə dedik, mən möminim inşallah. Onlar yox. Onlar deyir ki, inşallah demək nədir? Şəkdir.
Amma əhl-i sünnə və cəma üzərində durduğu, yəni üzərində belə basaraqdan durduğu məsələlərdən ki, imanda istisna lazımdır. Hətta əhl-i sünnə və cəma mənim kitablarda bunu başlıq olaraqdan bunu vurğurlar. Biz səndən sonra sən müsəlmansan, möminsən, inşallah möminəm. Aydındır. وَلِهَذَا دَعَّفُوا مَذْهَبِ İmam Əbi Hanifə və əshabi. Yəni bu səbəbdən dolayı İmam Əhmədi və onun məzhəbini bu baxımından o İmam Əbu Hanifə və onun dostları var. Bunlara görə yəni bu səbəbdən onların məzhəbini zəifləşdiriblər. Əllezine axracul a'mal min musammal iman. Çünki onlar iman adından əməlləri çıxartmışlardır. Bundan dolayı. Velakin lem yelhuqu bi murciati ehlil kelam. Bizdə var murciatil gulat, murciatil ehlil kelam var. Murciat ehlil kelam, yəni onlar deyək ki, murciələrin gulatlarındandır. Yəni əməlləri iman gətirdinsə, əməllər ora daxil olmasa belə əməllər vacib deyil deyirlər. Aydındır. Yəni vaciblərlə yanaşı, yəni iman gətirdinsə, əməl etməsən, məsələn İslam'a daxil olsa möminsən. Amma ki bunlar kim deyirlər? Bunları murciati əhlil kəlam, kəlam əhlinin olan irca əhli deyirlər bunu. Amma ki bu Əbu Hanifə, bunlar bu saydıqların, bu fuqaha murciə deyirlər ki, əməl tərk olunsa və imandan olmasa belə, amma əməli tərk edildiyinə görə, əməl tərk edildiyinə görə sən ona görə əzab görüləcəksən. Aydındır. Belə, yəni bu məsələ olmağına bu mövzu adi olan məsələ deyil, bir əlavə bir çıxış olaraqdan bunu vurğuladıq. Deyək ki, zəhəbətil murciətil fuqaha Kəhammad ibn Əbi Süleyman, yəni fuqahal murciələrdən olan Həmmad ibn Əbi Süleyman deyir ki, və huvə əvvələ mən qalə zərik. Yəni bu sözü ilk deyənlərdən biri idi ki, bu Həmmad ibn Əbi Süleyman və mən ittəbəəhu min əhli Kufə. Və Kufə əhlindən çoxu da və deyək ki, murciə çoxu Kufədən çıxıb. Və bu Həmmad ibn Əbi Süleymanı təqib edən və həmçinin onlar tabi olan Kufədən olan kimsələr. Və qeyrəm ənəl imanə, deyirlər ki, bunlar deyirlər ki, iman qavlu bil lisan və i'tiqadun bil qalbi faqat. İman dillə söyləmək, qəlblə etiqad etməkdir. Qəlblə iman gətirdin, la ilahə illallah, Muhammedun Rasulullah və dillə söylədin, qəlblə etiqad etdin, əməllərə ehtiyac yoxdur artıq. Namaz, zəkat, oruc, həc, cihad, nə bilim, qorx, məhəbbət, sevgi, ümid, bunlara ehtiyac yoxdur. Sən artıq mömin qapısına içəri daxil oldun, sən oradan daha çıxa bilməzsən. Sənin bu əməllə yanaşı, sənə zina, içki, qumar, şirk sana heç bir zərər vermir. Sənin imanın Cəbrail əleyhissalam imanınla eynidir. Və leysəl əmələ daxilin indəhum fi musamməl iman. Bunlara görə əməl iman anlayışının çərçivəsində deyildir. Ondan xaricdədir. Aydındır. Və qalə Şeyxül İslam İbn Teymiyyətə fəhəulə axracul əmələ və ləm yelzəmu şərailəl ənbiyə. Bunlar əməlləri imandan çıxartdılar və peyğəmbərlərin qoyduğu qanunlara əməl etmədilər. Və innəmə ma'ahum nəv'un minəl qavli la yekfi. Onlarda nəv'un minəl qavli la yekfi. Yəni ehtiyac olunmayan, kifayət olunmayacaq bir sözləri var bunların. Ma'mə fihi minəl xata. Yəni xəta ilə yanaşı müəyyən bir sözləri var, deyilir burada. Və qalə rahiməhullah, Şeyxülislam İbn Teymiyyə əlavə edir ki, və hələ muttəfiquna ma'a cəmi' uləmə sünə alə ən əshabiz zunub daxiluna təhtə zəmi vəl va'id. Və bu fuqaha dediyimiz kimi, fuqaha murciələr deyirlər ki, günahları günah sahibləri Allah Taala'nın həm məzəmmət, həm də təhdidi içərisindədirlər. Amma ki murciə əhli kəlam əhlinin olan murciələr bunu demirlər. Əməl etməsən də sənə küfrün, isyanın Allah Taala yəni heç bir imana təsir eləmir. Və in qalu, əgər deyilsə ki, innə imanuhum kamilun, deyilsə ki, onların imanları artıq kamildir, ən yüksək səviyyə çatmışdır. Kə iman Cibril, Cibril aleyhissalam imanına bərabərdir. Fəhum yəqulun, onlar deyir ki, innəl imanə bidunə aməlil məfrud, fərz əməllər olmadan olan iman və həmçində sahibi günahlar edəni, haram işləyən bir kimsəyə
bir kimsenin halı da yakunu ma'a sahibi musahiqin lizzam. Bu demək fuqaha murciə fərq qoyuldu da. Onlar da ki, yəni bir kimsə fərz əməllər tərk etsə belə və ya vacibləri tərk etsə belə, bununla ki, tərkinə görə Allah Taala tərəfindən həm məzəmmət olunur, həm də qınanır. Həm də ki, əzab görəcək. Bunu fuqaha murciə deyil. Necə ki, bunu əhl-i sünnə vəl cəmaədən deyənlər var. Ki, insan günahı əməli tərk etdiyinə görə əzaba, əməl etdiyinə görə, yəni xeyr əməl etdiyi günü mükafatı nail olur. Və həmçinin qal rahimehullah təala və savab qaul əhl-i sünnə vəl əimmə. Və bu məsələdə deyilən ən doğru söz də əhl-i sünnə vəl cəmaənin sələflərin dediyi sözdür. O da nədir? İnnəl imanə qavlun və əməlun. İman söz və əməl və əsluhu, bunun əsli isə qavlul qalbi, qəlbin sözü və qəlbin əməlidir. Buna da daxildir ki, qəlbin imanı və onun iradəsi, istəməsi, həmənki əməli. Və qalə Əbu Bəkr el-Əcuri rahimehullah təala, kim desə ki, iman sözdür, əməl deyil, iman gətirmək yalnız sözlə bərabər, yəni şəhadət gətirməsi bəsdir, əməl ona ehtiyac yoxdur, əməl ondan xaricdir. Yuqalu ləh, ona deyilər ki, radəttəl Qur'anə və sünnətə və mə aleyhi cəmaətul uləməi və xaractə min qavlil musliminə və kəfərtə billahil azim. Aydındır. Kim desə ki, iman yalnız sözdür, əməl deyil, bununla sən Qur'anı və sünnəni və alimlərin sözünü tərk edərəkdən və müsəlmanların sözündən çıxaraqdan Allah subhanahu wa ta'ala artıq küfr etmiş oldu. Aydın bu sözündə. Və in qalə bimədə, sual verir ki, ne üçün? Ona deyilər ki, Allah subhanahu innallah əmərəl mu'mininə ba'də ən sadaqu fi imanim. Allah Teala müsəlman insanlara imanlarından təsdiq ortaya çıxdıqdan sonra, artıq iman gətirdik dedi, təsdiq etdikdən sonra, biz iman gətirdik, əşhədü ən la ilahə illallah, bunu həm dilləri ilə, həm qəlbləri ilə etiqadən və nutqən dediklərini sonra, Allah Teala nə etdi? Əmərəhum bis salah. Allah onların namazı, zəkatı, orucu, həcci, cihadı və başqa fərz əməlləri Allah Teala əmr etdi onlara. Yatul zikruha. Yəni bunlar və bunlar bəzi əməllər, bunları zikr etsək hamısını, əlbəttə mövzu uzun olar. Ma'a şiddəti xawfihim ala tafrid fiha. Və bu saydığımız əməllərdə həddini aşma və səhlənkarlıq etməyin üzərində dura-dura. Ki bu əməllərdə səhlənkarlıq etmək olmaz. Peyğəmbər sallallahu aleyhi və səlləm də bunu, bu saydığımız əməllərdə həm namaz, həm oruc, həm zəkat, həm həcc, həm cihad, bu kimi əməllərdə səhlənkarlıq etmək olmaz. Bu üzərində nə oldu? Əlavə bir təhdid olundu. Və bunlar tərk edilən həmçinin əzab, cəhənnəm və bir təhdidlər var. Və mən zəəmə, və kim zənn etsə ki, ənə Allah Teala farad aləl müminə mə zəkərnə, və kim zənn etsə ki, Allah Teala saydığımız bu namaz, oruc, zəkat bunları fərz qılıb, və ləm yurud minhul əmələ, və bu fərz etməklə yanaşı, onlardan o əməli istəmir, və radiyə minhum bil qavl, və onlardan yalnız sözlə kifayətlənməsindən razı qalar, fəqad xaləfəllahu və rasuləhu sallallahu aleyhi ve sellem. Artıq bu sözüyle Allah Teala'ya və Peyğəmbərinə müxalif olmuş olar. Fə innəllah ləmmə təkəmələ əmrül İslam bil əməl. Allah subhanahu wa ta'ala İslamı əməllərlə təkmilləşdirdikdən sonra, bütövləşdirdikdən sonra nə dedi? Deyir ki, Allah Teala, əl-yevmə əkməntu ləkum dinəkum və ətməmtu aleykum ni'məti və raditu ləkumul İslamə dinən. Bugün sizin dininizi kamil etdim və sizə olan nemətimi tamamladım və sizin üçün İslamı dinlər içərisində seçib siz üçün İslam dinini seçdim. Və qalə Nəbi sallallahu aleyhi və səlləm, bu həmçinin iman, əməl və şərai. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm bu şəhadətdən sonra deyir ki, bu nən İslam alə xams. İslam 5 əsas üzərə bina olmuşdur. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, mən tərəkə salə fəqət kəfrə. Kim namazı tərk edir, artıq küfrə düşmüş olar. Və qalə Muhammed ibn Həsən el-Əcuri, qalə Muhammed ibn Hüseyin el-Əcuri, rahimehullah və mən qalə innəl iman el-ma'rifə dunəl qavl vəl-əməl. İman yalnız qəblə və bilməkdir, söz və əməl buna daxil deyil. Fəqad ətə bi'a'd min qalə və artıq iman sözdür deyən kimsələrdən daha pis, daha böyük bir günahla gəlmişlərdir. Və bunların iman ancaq ma'rifə deməsi deyən kimsələrə görə
Yəni bu sözündən bu çıxır ki, ən yekun iblis ala qawlihi mu'minən. Yəni bu sözdən görə iblis nə sayılır? Mümin sayılır. Li'annel iblisə qad a'lafa rabbah. İblis artıq Rəbbini tanıyırdı, bildi. Nə dedi iblis? Hicr surəsinin 39-cu ayəsində Rabbi bimə əğvəytəni və qalə Rabbi ənzirni. Bu da Rabbi bimə əğvəytəni. O artıq Allah onun Rəbbi olduğunu bildi. Deyir ki, ey Rəbbim sən məni yoldan çıxartdığına görə və artıq Rabbi ənzirni, ey Rəbbim mənə möhlət ver. Ey Rəbbim mənə möhlət ver deyə Rəbbini tanıdı. Lakin buna baxmayın, möhlət istədi. Və baxsaqsa iblisdə nə var? Təsdiq var. Təsdiq var. Əgər təsdiq kifayət etsəydi, iblis nə sayılırdı? Mömin sayılırdı. Sonra və yəlzum ən yəkunəl yəhud li ma'rifətin billahi və bi rasuli, həmçin bu təsdiqə görə, yəni bu məsələyə görə Yəhudilər də Allahı və Rasulun tanıdığına görə nə sayılır? İman əhlindən sayılır. Ən yəkunu müminin. Allah Teala onlar barəsində deyir ki, Yəhudilər barəsində ya'rifuna kama ya'rifuna abnahum. Onlar Yəhudilər, ey Muhammed, öz övladlarını tanıdıkları kimi səni də tanıyırlar. İnsanın öz övladının tanımasındakı bilgi, mərifə necədir? Yəni şübhə yoxdur da. Deyir ki, onlar deyir ki, səni öz övladlarını tanıdıkları kimi səni də peyğəmbər olduğunu yəqinliklə bilirdilər. Bilirdilər. Lakin bu bilmə onlara fayda vermədi. Fəqəd əxbər əzzə və cəl ənəhum ya'rifun Allah Teala və Rasulü. Bildik, Allah Teala burada xəbər verdi ki, onlar peyğəmbərini və Allahı və peyğəmbərini tanıyırlar. Və yuqalu ləhum eyşil fərqu beynəl İslam və beynəl kufur. Elə isə deyir ki, küfrlə İslam arasında fərq nədir? Və qəd alimlə, artıq biz indi kimi olan məzələrdən bildik ki, ənə əhləl kufur qəd a'rafu bi'uqulihim. Bildik ki, küfr əhli ağılları ilə bildilər. Ənə Allah xələqə səməvəyini, bu o vaxtı yaşayan küfr əhlindən gedir. Məsələn, Qureyş kimi. Onlar Allah Teala'nı göylərin, yerlərin və onların arasındakini yaradan olaraqdan bildilər. Və Allah Teala'nın yəni, çətinliğə düşdükdə onları qurtaran, yəni dənizlər məsəl üçün dalğalara qərq olduqda onları oradan çıxartanın yine Allah Teala olduğunu bildilər. Mərifə var idi Allah Teala barəsində. Və izə əsabəthumu şədaidu la yed'un illallah. Onlara şiddət baş verdikdə, yəni belə sıxıntıya düşdükdə, məsələn göydən aşağı düşdükdə, aydındır, yıxılma əsnasında deyir ki, bu məqamlarda yalnız sırf Allah Teala'nı çağırırdılar. Çətinliyə düşdükdə. İnnəl iymə, bu onların küfrün bilməsi idi. Yəni kafirlərin bilməsi idi. Ənə imanə ma'rifə kənə kullu həulə misli mən qalə imanü bil ma'rifə. Yəni bunların sözü ilə, yəni bunların əməlləri kimlərin dediyi əməllərə daxildir? İman yalnız bilməyə daxil deyən kimsələrə də bunların imanı daxildir, onlar da müsəlmanlardan sayılır. Qalə qailun fi hədə məqalə vəhşiyyəti lənətullah. Yəni bunu deyən söz deyir ki, Allah Teala lənəti və qəzəbi olsun və s. Bəl nəqulu vəlhamdülillah, biz deyirik ki, qavlən yuvafiq kitab və sünnə, yəni Qur'ana və sünnəyə müvafiq olacaq rəyə ortaya qoyuruq. Və uləməl müsəlman, həmçinin müsəlmanların alimləri, əlləzini lə yüstəvhəşu min zikrihim, və bunların söylədiklərini zikr etmək deyir, insana qəribə gəlməz. Və qad təqəddəmə zikruna ləhum, və bunlar barəsində dediyimiz sözləri zikr etdik. Yəni imanın nə olduğunu bildirdik. İnnəl imanə, iman ma'rifətü bil qalb, qəlblə bilmək. Təsdiqən yəqinən, yəqin şəkildə təsdiq etməkdir. Qəlblə bilmək və bunu yəqin şəkildə təsdiq etmək. Və qavlu bil lisan, dillə söyləmək və əzaların əməlidir. Və bu şey özündə cəm etməyən bir kimsə imana daxil deyildir. Biri olmasa birisi de kifayət deyildir. Üçün müddət olmalıdır. Dillə söyləmək və bunu qəlblə təsdiq etməyin, sidqan, yəni sadiq şəkildə dillə söyləməyin və bədən üzvləri bunu göstərməyin. Vəlhamdülillah alə dəlik. Və qal rahimehullah Teala fəhzaru rahimekumullah. Bu kimsələrdən çəkinin ki, qavlu mən yəqul
O kimsələr deyirlər ki, inne imanahum ke iman Cibril. Bizim imanımız Cibril aleyhisselamın imanı kimidir. Və həmçinin Mikail aleyhisselamın imanı kimidir. Və men yəqul ana mu'minun indallah. Mən Allah yanında möminəm. Bundan da çəkinmək lazım. Yəni kim deyirsə ki, mənim imanım Cibril aleyhisselam, Mikail aleyhisselam kimidir və həmçinin mən Allah Teala yanında möminəm, bu kimsə çəkinmək lazım. Və həmçinin və ana mu'minun mustakbilul iman və həmçinin mən imanı kamilləşdirilmiş və kamil olmuş bir kimsəyəm. Hədə kullu məzhəb əhl-i irca və bu sözlər deyən ki, hamısı nədir? İrca əhlinin, murciələrdəndir. İrca sənin adını qarışdırıram. Adındır. Əhl-i sünnə vəl cəma nədir? Mən inşallah möminəm. Mən inşallah möminəm deyir. Məsələ başqa bir məsələ çıxır. İnşallah məsələ sonlanacaq. Beyanul fərq beynəl iman və İslam. İmanla İslamın arasında fərq. İman nədir, İslam nədir? Hələ onların arasında fərq varmı? Baxaq. Belə baxdıqda, dəlillərə baxdıqda onların arasında fərq belə açıq görünür. İnnehu izə ictəmə əhaduhuma ma'al-axar iftaraqa və izə iftaraqa ictəmə. İman İslam deyir ki, əgər deyir ki, bir hədis gəldi, bir mövzuda, bir məsələdə ikisi bir yerdə zikr olunarsa, məsələn iman var, İslam var, məsələn bir hədis gəlir, içində həm iman zikr olunur, həm İslam zikr olunur, bu zaman deyir ki, imanla İslam başqa hərəsi özü-özlüyündə başqa mənalar daşıyır. Eyni mövzuda zikr olunarsa, bir hədis içərisində fərqi yoxdur, bu cümlənin başına gəlir, cümlə axırına gəlir. Bu zaman hərəsinin öz mənası olur. Amma ki, bir hədisdə yalnız iman deyildisə, o İslam da ona daxildir, İslam deyilsə iman da ona daxildir. Bu nə deyirlər? Buna əgər bir yerdə olsa ayrılar, ayrıldıysa birləşər. İmanı varsa İslamı var. Bəli. Yəni hərəsinin məsələn bir yerdə olduqda hərəsinin ayrı-ayrı təfsilatda olur. فَإِذَا اجْتَمَعَ لَفْظُ İslam مَعَ لَفْظِ iman, əgər İslamla iman ləfzi birləşərsə, bir hədis mətnində olarsa, dəllə بِجَمِيعِهِمَا عَلَى الْأَعْمَالِ الظَّاهِرَةِ وَالْبَاطِنَةِ. Əgər bir məsələdə, yəni bir hədisdə iman və İslam məsələsi adları cəm olarsa, bunlar həm zahiri, həm də batini əməllər bizə daxildir. وَإِذَا فِسْتَقَرَ أَحَدُهُمَا, birisi, bir dostu birisindən ayrılarsa, İslam yoxdur, iman var, yoxdur, iman var, İslam yoxdur, iman var, İslam yoxdur, yoxdur, İslam var, iman yoxdur, bir-birindən ayrılarsa, İslam ləfsi, İslam oldusa, adı keçdiysə bu nəyə dəl edilir? Zahiri əməllər, əgər tək zikr olunursa İslam, o zahiri əməllər buna qəsd olunur. Əgər iman varsa bunu daxil əməllər zikr olunur. Qəsd olunur yəni. Qalə Şeyxülislam İbn Teymiyyətə İ'ləm ənəl iman və İslamə yeştəmi'u fiyhəd-din kullu. İslam, iman sözü ətrafına bütün din nə olur? Cəm olur. Və qəd kəthura kəlamun nəs fi həqiqətil iman və İslam. Və İslam, iman barəsindədir ki, alimlərindir, bir çox insanlarındır, sözü yetəri qədər var. İslam nədir, iman nədir? Aydındır. Və nizə'u və ittirabuhum. Və qəd sunnifə fi zəlikə mücəllədət və nizə' fi bu mövzulardır ki, hətta deyir, həddini artırır, çoxdur mövzular yazılaraqdan kitablar yazılıb. Yəni bir kitab yox, bir neçə yox, kitablar, mücəllədlər, yəni qat-qat kitablar yazılmışdır. Və qad rahimehullah Teala qad farraqa Nəbi sallallahu əleyhi və səlləm fi hadisi Cibril əleyhissalam beynəl musammal İslam və musammal iman. Və Peyğəmbər sallallahu əleyhi və səlləm hamımızın tanıdığı böyük Cibril hədisində imanın adı ilə, yəni imanla İslamı ayrılıqda təfsilatlı şəkildə Peyğəmbər sallallahu əleyhi və səlləm bildirmişdir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm İslam nədir deyildikdə ən təşhəd ən la ilahə illallah və ənə Muhammedən Rasulullah. İslam sənin Allahdan başqa haqq ilahın olmadığına və Muhammedin Allahın Rasulü olduğuna şəhadət gətirməyin, namaz qılmağın, zəkat verməyin, oruç tutmağın, həcc etməyindir. Yəni gücün çatırsa həcc etməyindir. Bunu İslam olaraqdan Peyğəmbər sallallahu aleyhi və səlləm bildirdi. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmdən Cibril əleyhissalam soruşdu ki, iman nədir? Və Peyğəmbər sallallahu aleyhi və səlləm bu saydığımız hamısı zahiri əməllərdir. Məsəl üçün dedik ki, şəhadət, namaz, oruc, zəkat, bunlar hamısı nədir? Zahiri əməllərdir. Dedik, əgər bir hədisdə, bir mətndə İslam, iman zikr olunarsa İslam zahiri əməllər qəsd olunur,
iman daxili əməllərin qəsd olunur. Və Cibril hədisində ikisi belə zikr olunur. İslam dedikdə zahiri əməllər, oruc, namaz, zəkat, həcc və s. Və burada iman dedikdə ən tu'mina billahi və mələikəti və kutubi və rusul və yevmil axir və tu'minu bil qadri xeyri və şərri. Sən Allaha, mələklərinə, kitablarına, peyğəmbərlə, qiyamət günü xeyrin, qədərin, xeyrin, şərrin iman gətirməkdir. Bunlar hamısı daxili əməllərdir. Aydındır. Fəcə'ələl İslamı huvəl ə'mələ zahirə. Bu hədisdə əməlləri, yəni İslamı zahiri əməllər olaraqdan və imanı da daxili əməllərin vəsifi olaraqdan burada adlandırdı. Bununla da bizə bu mövzuda olan bəhs sona çatdı. Nə qədər qalıb namıza? 4 dəqiqə. 4 dəqiqə. İnşallah bununla kifayətlənək. Allah subhanahu wa ta'ala bizləri gələn dərsimizdə də bu mövzunu sonlandırmağa Allah təala bizə müvəffəq etsin. Və sallallahu alə nəbiyyina Muhammed və alə alihi və səhbihi və səlləm.